Qəbul suallarını izah edirəm. Dövlət İmtahan Mərkəzi 13 iyul 2025 tarixində birinci qrupların ikinci şans imtahanını keçirmişdir və həmin sualların izahını verirəm. Gəlin başlayaq 31-ci sualdan. Cəryanın naqillərin en kəsikləri göstərilmişdir. Naqillərdə cəryan şiddəti eyni qiymətə malikdir. Hər iki naqildən eyni məsafədə olan M nöqtəsində maqnit sayəsinin yekun induksiya vektoru hansı istiqamətə yönəlmişdir? Biz bilirik ki, B maqnit induksiyanı təyin etmək üçün iki yol var. Hansı ki, şəkil müstəvisindən bizə doğru və bizdən şəkil müstəvisinə doğru. X bizdən şəkil müstəvisinə doğrudur. Nöqtə isə şəkil müstəvisindən bizə doğrudur. İnduksiyanın istiqaməti. Gəlin həmin bu M nöqtəsindən onu çevrəyə alaq. Həmçinin nöqtəni də bir çevrəyə alaq. İndi bu M nöqtəsində baxaq induksiyanın istiqamətinə. Biz bilirik ki, X olanda hərəkətimiz olur hansı istiqamətdə? Hərəkətimiz olur saat əqrəbi istiqamətində. Saat əqrəbi istiqamətində. Nöqtədə isə hərəkətimiz olur hansı istiqamətdə? Saat əqrəbinin əksi istiqamətində. İndi istiqamətləri təyin edək. Baxıram ki, X-in yaratdığı M nöqtəsində bir induksiya xəttə baxın. Saat əqrəbi istiqamətdə hərəkət etdikdə təxminən bu istiqamətdədir. Digərini isə nöqtənin yaratdığına baxsaq, bu istiqamətdə bir induksiya hərəkəti istiqaməti olacaq. İndi bizdə yekun induksiyanı soruşur. Biz bilirik ki, bunu parallelogram qaydası ilə tamamlayanda iki nöqtəsi istiqamətində yekun induksiya istiqamətini göstərmiş olur. Deməli, bizim yekun induksiyanın istiqaməti hansı istiqamətdə yönəlmiş oldu? İki istiqamətində yönəlmiş oldu. Doğru cavab E bəndidir. Keçək 32-ci suala. 32-ci sualı izah eləyəndə mən uşaqlara ən sadə yolla izah etməyə çalışıram. İki prinsip var burada. Birinci prinsip odur ki, kiçik. İkinci prinsip isə böyük. Yazdığımdan birinci sırada dayanan, yəni birinci bu kiçik hissəsi bizim birinci mühitin sındırma əmsalını göstərir. Həmçinin bu böyük hissəsi birinci mühitin sındırma əmsalını göstərir. İkinci yazdığım kiçik və böyük ifadələr isə sınma bucaqlarını göstərir, yəni qammanı göstərir. İndi baxalım. Kiçik prinsipini o deyilir ki, sındırma əmsalı kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçdikdə, yəni N1-dən kiçik imiş, N2-dən birinci N1'in ifadesini yazmışdım. Deməli, N1 N2'dən kiçik imiş. Əgər birinci mühitin sındırma əmsalı ikinci mühitin sındırma əmsalına kiçik olarsa, o zaman sınma bucağı nə eləyəcək? İkinci yazdığım bu ifadə isə sınma bucağının istiqamətini, qiymətini göstərir. Yəni, sınma bucağı nə eləmiş olacaq? Azalmış olacaq. Keçirəm ikinciyə. İkincidə böyük ifadəsi yazmışam. Bu nə deməkdir? O deməkdir ki, böyük yazdığım birinci isə ikincidə yazdığım böyük ifadəsi birinci hissədə isə deməli birinci mühitin sındırma əmsalı ikinci mühitin sındırma əmsalından böyükdür. Bu zaman qamma nə eləyəcək? Böyük ikinci yazdığım ifadə böyük olduğu üçün sınma bucağı artmağa başlayacaq. İndi baxırıq şəkillərə də. Baxıram, birincinin normal əmələ gətirdiyi bu alfa bucağı, bu da ikincinin sınma bucağıdır, qamma. Görürəm ki, o nə eləyib? Səthin normalına doğru yaxınlaşıb, yəni bucaq nə eləmiş oldu? Bucaq kiçilmiş oldu. Deməli, hansı prinsip əməl edir? Baxın, bu sınma bucağı nə elədi? Kiçildi. Nə zaman? Sındırma əmsalı kiçik olandan böyük olana keçən zaman. Yəni, surəti tapaq. V bərabər nəyə? S bölünsün N-ə. Görürəm ki, surət sındırma əmsalından təsbit tənasib asılıdır. Yəni, əgər N1 N2-dən kiçikdirsə, bu zaman V1 V2-dən böyük qiymət alacaq. Doğru cavab E bəndidir. Üçüncü suala. Müstəvi kondensatorlardan biri sabit gərginlik mənbəyinə qoşulur. Digəri isə yükləndikdən sonra mənbədən ayrılır. Hər iki kondensator yükləniklər arasında dielektriki çıxartdıqda biz bilirik ki, dielektrik hansı hərfinə işarə olunur? Dielektrik epsilon hərfinə işarə olunur və çıxartdıqda deyiriksə, deməli epsilon qiyməti nə eləyib? Azalır. İndi mənbəyə qoşulan zaman bu gərginlik sabit qalır. Mənbədən ayrılan zaman bu zaman Q sabit qalır. Q konstant qalır. İndi baxaq ifadələrə. İstər elektrik tutumu azalır deyil, istər mənbəyə qoşulsun, istər ayrılsın. Yəni Q-nun və onun sabit qiymətidir. Bunun tutuma heç bir aidiyyəti yoxdur. Çünki tutum S bərabərdir. Epsilon 0 S bölünsün D ifadəsi ilə təyin olunur. Belə çıxır ki, tutum epsilondan ez asıla girir, epsilondan düz mütənasib asıla girir. Yəni, əgər mən
Kondensator köynəklərindən dielektrik çıxardıramsa, dielektrik azalırsa, onun tutumu da azalmış sayılacaq. Yəni, elektrik tutumu azalar hər iki varianta uyğundur. Bir, tənar fərqidir. Sonra deyir, yük azalır. İndi baxalım, yük nə zaman azalır? Q bərabərdir CU ifadəsinə görə, əgər tutum epsilon dəfə azalmışdırsa, deməli C azalırdısa, Q da azalmış sayılacaq. Mənbədən ayrılmışda isə Q sabitdir, onu götürə bilmərəm. Deməli, yük azalır. Mənbədən ayrılmışda Q kons qaldığı üçün orada heç Q miqdarı dəyişmir. Yük azalır hansı ifadədə? Mənbəyə qoşulmuşda, yəni birincidə. Daha sonra köynəklər arasında gərginlik artır. Mənbəyə qoşulmuşda gərginlik sabit qaldığı üçün onu artım götürə bilmərik. Mənbədən ayrılmışa baxaq. Mənbədən ayrılmışda Q sabitdir. O zaman o nəyə bərabərdir? Q bölünsün C-yə. Bir şərtdə dedik ki, tutum epsilon dəfə azaldı. Demək, tutum azaldığı üçün gərginlik nə eləmiş olacaq? Gərginlik bu dəfə artmış olacaq. Deməli, mənbədən ayrılmışa gedir 3. Enerjisi artır. İndi enerjiləri ayrı-ayrı baxaq. Birincidə U sabit olduğu üçün birincidə enerji bərabərdir. CU kvadratı bölünsün 2. U kons qaldığı üçün birinci ona baxırıq. Deməli, əgər tutum azalmışdırsa, bayaq birinci yazdığım ifadədə, tutum azaldığı üçün və gərginlik dəyişmədiyi üçün enerji nə eləmiş olacaq? Düz asılı olduğu üçün enerji azalacaq. İkinciyə baxsam, ikincidə isə Q-nun sabit qiymət qaldığı ifadəni istifadə edəcəm. Yəni, Q kvadratı bölünsün 2C ifadəsindən. Tutum epsilon qədər azalmışdırsa, tutumu azaldıram. Bu zaman enerji eləmiş olacaq. Enerji artmış olacaq. Yəni 4 ifadəsi gedir mənbədən ayrılmış hissəsinə. Enerji azalır. Bu da birinci üçün tapdıq. Enerji azalır gedir birinci ifadəyə. Yəni doğru cavab 2, 5, 3, 4 və 1-dir. Bəndir. 34-cü suala baxaq. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiq qüvvələrinin nisbəti F1, F2 nəyə bərabərdir? F1 bölü F2. Baxıram ki, təzyiq ümumiyyətlə düsturu nəyə bərabərdir? Təzyiqin düsturu P vurulsun S deyil. İndi bizə hidrostatik təzyiq dediyi üçün P-ni biz Rho, J, H-la əvəz edəcəyik. Yəni, mayələrin təzyiqi düsturundan. Bu eləyir Rho, J, H vurulsun S. İndi F1-in F2-yə olan nisbətini deyir. Verilənləri yazaq. H1 bərabərdir H-a. H2 bərabərdir 2H-a. S1 bərabərdir S-ə. S2 bərabərdir 3S şəklində yazılır. Verilənləri yazaq. F1 bərabərdir. Rho hər ikisi mayə olduğu üçün əslində sıxlıq və sərbəst tutma təcilini yazmamaq olar. Lakin qeyd eləyək. Rho vurulsun J, vurulsun H-ın birinci üçün qiyməti H-dır. S-in səthinin sahəsinin qiyməti isə S-dir. İkinci üçün yazsaq, yenə Rho, J vurulsun. İkinci üçün hündürlüyü 2H-dır. 2H vurulsun səthinin sahəsi 3S-dir. 3S. Deməli, bunların nisbətini deyir. Yəni nə? F1 bölünsün F2. F1-in qiyməti Rho, J, H vur HS bölünsün Rho, J, 2H vur 3S. İndi bu ifadələrdən Rho, J, H, S aşağıdakilərlə gedəcək. Yerdə yalnız nə qalacaq? Yerdə yalnız qalır 1 bölünsün 2 vur 3, yəni 1 bölünsün 6 ifadəsi qalmış olacaq. Doğru cavab D bəndidir. 35-ci suala baxaq. Saatın radiusu verib. Radius nəyə bərabərdir? 2 cm bərabərdir. Uzunluqlu dəqiqə əqrəbin uz nöqtəsindən T dəqiqə ərzində, 30 dəqiqə ərzində, zamanı verim nə qədər? 30 dəqiqə ərzində. Yer dəyişməsinin modunu hesablayın. Gəlin bir şəkil çəkək. Baxın, bu çevrədir. Təxminən saatdır. Saatın 30 dəqiqə əqrəbi haranı göstərir? Baxın, saatın 30 dəqiqə əqrəbi tam bu hissəni göstərmiş olur. Yəni 30 dəqiqə buranı göstərir. Məsələn, 15 dəqiqə buranı göstərir, 45 buranı göstərir. Tamamdır, yəni 60 dəqiqə də buranı göstərir. İndi bu nöqtədən A nöqtəsindən, baxın bu nöqtəyə qədər, B nöqtəsinə qədər cisim yarım çevrə çizir. Yəni 2 radius qədər məsafə qət etmiş olur. Bura R olur, burada R olur. Biz bildik ki, periyod, zaman T bərabərdir. 2də 1 periyoda bərabər olarsa, bu zaman yer dəyişmə nəyə bərabər olacaq? Yer dəyişmə S bərabər olacaq 2 R-ə. Həqiqətən də gördük ki, 2 R-ə bərabər olmuş oldu. 2 R-in qiymətini də yazaq. 2 vurulsun. Məsafənin, yəni radiusda 2 vermişdir. 2 belədir 4 cm. Deməli, cisim A nöqtəsindən B nöqtəsinə qədər 4 cm yer dəyişmə etmişdir.
36-cı suala baxaq. Deyir ki, x oxu əksi istiqamətində hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik bu cismin kinetik enerjisinin zamandan asılı olduğundur? Şərtlər ilk öncə deyir ki, x oxun əksi istiqamətində, yəni sürətin x oxun əksi istiqamətində olmasını göstərir. Yəni sıfırdan kiçikdir. Həmçinin qrafikdən görürəm ki, A-nın t-danslı qrafiki t zaman axından aşağıda yerləşib. Deməli, A-nın qiyməti də mənfidir. Bu demək ki, həm sürət, həm təcil mənfidirsə, bu cisim necə hərəkət etmiş olur? Bu cisim bərabər yeniləşən hərəkət etmiş olacaq. Daha sonra digər tərəfdən kinetik enerjinin düsturü nəyə bərabərdir? mv kvadratı bölünsün 2-yə bərabərdir. Yəni, yeniləşən hərəkətdə sürətin qiyməti nə eləmiş olur? Sürətin qiyməti artmış olur. Sürət artırsa, onun kinetik enerjisi də artmış olacaq. Həmçinin kvadrat olduğu üçün parabolik əyrilər olacaq. Baxın, doğru cavab burada D bəndidir. Daha sonra 37-ci suala baxaq. Sistemdə tarazılıqda olan x cismin kütləsini hesablayın. Gəlin cisimə tətbiq olunan qüvvələri göstərək. 2, 12. Bu cismi aşağıya doğru dartan neçə kilogram kütləli cisim var? 14 kilogram. Kütləsi nə qədərdir? 14 kilogramdır. Yəni M1 üstə gəl M2 bərabərdir 14 kilogram. İndi aşağıya doğru bu cismi dartan nə var? Ağırlıq qüvvəsi varmı? Deməli bunun ağırlıq qüvvəsi nəyə bərabərdir? M1 üstə gəl M2 vur J-yə. Yəni ağırlıq qüvvəsi bərabərdir 14 vur 10 140 newtona. Deməli, bu cisim aşağıya doğru dartan neçə kilogram, neçə newton qüvvə var? 140 newton. Oldu 140 newton. Digər tərəfdən, buralar eyni ip, eyni gəlmə yarandığı üçün və tərpənən blok olduğu üçün, əgər cisim aşağıya doğru 140 newton qüvvə dartırsa, deməli, bunun qollarına nə qədər düşür? 70 newton qüvvə düşmüş olacaq. Eyni ipdə eyni gəlmə yarandığı üçün, burada da 70 newton qüvvə tətbiq olunmuş oldu. Digər bu x cismin kütləsini təyin edin. Bu cismi aşağıya doğru dartan, yuxarıya doğru dartan oldu 70 newton qüvvə. Aşağıya doğru dartdı. Buna bir ağırlıq qüvvəsi. İndi ağırlıq qüvvəsinin qiymətini elə təxminən 70 newtona bərabər eləyəcək. Çünki tarazlıqdadır. Yəni ağırlıq qüvvəsi 70 newtondur. Kütlələrin biri 6 kiloqramdır. Kütlənin ikincisi isə x kiloqramdır. Sərbəşmə təcrimimizin də qiyməti bilir ki, 10'dur. Gəlin tətbiq olunan qüvvəni tapaq. F ağırlıq bərabərdir. M1 üstə gəl M2 vur J-yə. Buradan F ağırlıq bölünsün J bərabərdir M1 plus M2'yə. Ağırlığı vermişdir 70. Sərbəşmə təcrim vermişdir 10. Bərabərdir M1'i verib 6. Üstə gəlsin M2. 70'i 10'a böləndə 7 bərabərdir 6 üstə gəlsin M2. M2 də bərabərdir. 7-dən 6 çıxırıq. 1 kilogram. Deməli bu cismi aşağıya doğru dartanda kütlələrin biri olur nə qədər? 1 kilogram. Doğru cavab E bəndidir. 38-ci sualın izahına baxaq. Çevrə üzrə yerləşən üst nöqtəvi yükün çevrənin mərkəzindən yaratdıqları elektrostatik sahəsinin yükün intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? Biz bildik ki, intensivlik vektoru müsbət yükdən başlayıb mənfi yükę daxil olur. Yəni baxıram bu hissəyə, burada yaratdığı yük müsbətdir. Yəni o nöqtəsində özündən çıxacaq. Yəni bu istiqamətdə davam edəcək müsbət yükün yaratdığı. Digərinə baxıram buna. Bu da müsbət olduğu üçün bunun da yaratdığı özündən çıxacaq. Baxın o nöqtəsində özündən kənara doğru gedir. Digərinə baxsam, yəni bu mənfi yükę baxsam, mənfi yükün yaratdığı isə özünə doğru daxil olur. Yəni baxın bu istiqamətdə daxil olmuş olacaq. İndi mənə yekun sahəsinin intensiv vektorunu soruşur. Baxın, parallelogram qaydası ilə tamamlasam, elə iki nöqtəsi bunun yekun sahəsinin intensivlik vektoru istiqamətlə vermiş olacaq. Doğru cavab E bəndidir. 39-cu suala baxaq. Hansı qrafik izotermik prosesdə sabit kütləli bir atomlu ideal qazın daxili enerjisinin onun təzyiqdən asılına ayrılır. İzotermik proses dediyi üçün temperatur nədir? Temperatur konstdur, yəni dəyişmir. Sabit kütləli dediyi üçün bu deməkdir o ideal qaz qanunlarına tabidir. Baxaq. U nəyə bərabərdir? U bərabərdir 2-də 3 num r t. Bunu aça bilərik. U bərabərdir 2-də 3 m bölünsün m r t. Verilənlərdən aydın görünür ki, m'lər onsuz da sabitdir. Universal qaz sabit də sabitdir. Belə çıxır ki, daxili enerji temperaturdan necə asılıdır? Daxili enerji temperaturdan düz mütənasib asılıdır. Yəni, əgər temperaturu mən sabit qəbul edirəmsə, konst qəbul edirəmsə, deməli onun daxili enerjisi necə olur? Sabit qalmış olur. Konst qalmış olacaq. Doğru cavab variantlarına baxaq. Bu deyil, deyil,
Doğru cavab D bəndidir. Bu suala baxaq. Harmonik rəqs edən cismin koordinatını zamanda asılı qrafikdə vermişdir. Grafikin hansı nöqtələrinə uyğun zaman anında cismin impulsunun modunu ən böyük olmuşdur. İndi baxın biz riyazi rəqqasa baxaq. Tutaq ki, riyazi rəqqasda var tarazlıq nöqtəsi, var kənar nöqtəsi. Baxın bu tarazlıq nöqtəsi sayılır. Tarazlıq. Bu isə kənar nöqtə sayılır. İndi bunu öyrənməyin ən sadə yollarından biri odur ki, kənar nöqtələrdə nə maksimum olur? Kənar nöqtələrdə potensial enerji, koordinat, qüvvə, təcil, bunlar maksimum qiymətlərini alırlar. Tarazlıq nöqtələrində isə sürət, kinetik enerji, impuls, bunlar maksimum qiymətlərini alırlar. Birinin, yəni burada verilənlərdən birinin maksimum qiymətində digərinin qiyməti minimum olmuş olacaq. Baxıram, mənə deyir ki, impulsun modulu ən böyükdür. Impulsun modulunun ən böyük olması digərlərinin minimum olması mənasına gəlir. Yəni ən kiçik olması mənasına gəlir. Baxıram ki, x-in ən kiçik olduğu nöqtələr haradır? 1-dən 2-yə doğru gəldikcə x-in qiyməti azalır, 0-a doğru düşür. Deməli o tarazlıq nöqtəsinə doğru qayıdır. Baxın bu istiqamətdə qayıdır ki, kənardan tarazlığa qayıdır ki, koordinat azaldığı üçün impuls artır. Daha sonra 2-dən 3-ə baxıram. Artıq 0 qiymətin artırmış sayılır. 3-dən 4-ə baxdıqda isə artıq o yenidən 0 nöqtəsinə gəlmiş olacaq. Yenidən 0 nöqtəsi olur. Yəni bu o deməkdir ki, yenidən o kənardan tarazlığa doğru gəlib. 4-dən 5-ə gəldikdə isə artıq koordinatın qiyməti artır. Bunu burada maksimum qiymətini alır. Mənə lazımdır minimum qiyməti, yəni 1-dən 2-yə və 3-dən 4-ə gedəndə. Yəni 0-a yaxınlaşan qiymətlər bilinir desək. Doğru cavab 2 və 4-dür. 2 və 4-dür. 0 qiymətlərini 2 və 4-də alır. Doğru cavab B bəndi. 41-ci suala baxaq. Tezliyi 3 vur 10 üstü 4 verilənləri gəlin yazalım. Nü bərabərdir. 3 vurulsun 10 üstü 14. S-ni verib 3 vurulsun 10 üstü 8. Planck sabitini verib 6,6 vur 10 üstü mənfi 34. Vahidlərini də yazmıram. Vaxt itməsin deyə P-ni soruşur, impuls soruşur. Biz bilməliyik ki, düstur necədir? H-nü bərabərdir. P vurulsun S-yə. İndi buradan P-ni tapsam, P bərabər nəyə? H vurulsun bölünsün S-yə. P bərabərdir. H-ın qiyməti 6,6 vurulsun 10 üstü mənfi 34. Vurulsun N-nin qiyməti 3 vurulsun 14. Bölünsün S-nin qiyməti 3 vurulsun 10 üstü 8 edir. Deməli 3 ilə 3 gedir. Bununla bu da gedir. Qalır. 10 çıxanda P bərabərdir. 6,6 vurulsun 10 üstü mənfi 28. Kilogram metr bölünsün saniyə. Cavablara baxaq. Doğru cavab D bəndidir. Sola keçək. Qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit cili pi bərabər 4 minus 6t qanunu ilə dəyişir. Hansı qrafik bu konturda yaranan induksiya EHG-nin modulunun zamandaşlıq qrafikinə uyğundur? Deməli, həmin tənliyin əslini yazsaq, pi bərabərdir. P0 minus epsilon t şəklində olmuş olacaq. Burada görürük ki, 6 ifadəsi nəyin ifadəsidir? Epsilon ifadəsidir. Epsilon nəyə bərabər olmuş oldu? Mənfi 6-ya bərabər olmuş oldu. Mənfi 6 volta daha doğrusu bərabər olmuş oldu. Buradakı mənfi 6 epsilonun sabit qiyməti deməkdir. Sabit qiyməti baxıram ki, hardadır? Doğruca baxın C bəndindədir. 3-cü suala. Deyir ki, hansı qurğunun şərti işarəti təsvir olunmuşdur? Artıq biz bu qurğuları əzbər bilməliyik. Bu qurğu tranzistorun, yarım keçirici cihaz tranzistorun şərti işarəsidir. Doğru cavab C bəndidir. 44-cü suala baxaq. Riyazi rəqqasın rəqs periodu, rəqqasın uzunluğundan, qravitasiya sahəsinin tenzivindən və rəqqasın amplitudundan asılı qrafikləri hansılar doğrudur? Riyazi rəqqasda rəqs periodu T bərabərdir 2 pi kök altda L bölünsün J-yə. Belə. Buradan görürəm ki, T periyod uzunluqdan necə asılıdır? Uzunluqdan düz, lakin kök altı düz asılığa girir. Həmçinin görürəm ki, periyod sərbəşmə təcilindən necə asılığa girir? Sərbəşmə təcilindən tərs mütənasib asılığa girmiş olacaq. 2 variantı T'nin L'dən asılığıdır, kök altı asılıqdır. 4 isə T'nin, yəni
Periyodun gravitasiya sabitindən tərs asıldığını göstərir. Hər iki düsturda görürük ki, amplitud, yəni A-nın qiyməti olmadığı üçün belə çıxır ki, periyod amplituddan heç bir asılığa girməyəcək. 5. Cavab 2, 4 və 5-dir. Doğru cavab A variantı. Suala baxaq. Bu ifadədə amperimdən saniyəni bir kulon kimi götürə bilərəm. Kulon vurulsun volt, bölünsün kulon vurulsun metr. Bu ifadələrdən kulon gedəcək. Volt bölünsün metr isə bizə intensivliyi verəcək. Y nəyə bərabərdir? Y bərabərdir U bölünsün D-yə. Yəni gərginlik bölünsün məsafə. Gərginliyin qiyməti voltdur, vahidi daha doğrusu. Məsafənin vahidi isə metrdir. Yəni volt bölünsün metr ifadəsi elektrik sahəsi intensivliyi vermiş olacaq. 6-cı suala baxaq. Düzxətli hərəkətdən cismin kinetik enerjisinin geriləşməyə moduluna asılı qrafik edilmişdir. Hansı qrafik cismə tədbir edən qüvvələrin əvəzedici modulunun geriləşməyə moduluna asılına uyğundur? Qrafik gəlincə müalicə edək. Müalicə etsək görərik ki, bu nöqtədə kinetik enerji sabitdir. Kinetik enerji konstdur. Əgər YK bərabərdir, MV kvadratı bölü 2 ifadəsi görə və sürət sabitdirsə, deməli o cismin kinetik enerji, daha doğrusu kinetik enerji sabitdirsə, deməli o cismin sürəti də sabit qalmış olacaq. Əgər sürət sabitdirsə, orada təcil və əvəzləyici qüvvə sıfır qiymətinə malik olacaq. Yəni cisim sürətli bərabər sürətlə hərəkət edir. Deməli bizim qrafikin ilkin hissəsində belə çıxır ki, F-in S-dən asılında birinci hissə sıfırdan çəkiləcək. Yəni əvəzləyici qüvvə sıfırdır. İkinci hissəyə baxsam, ikincidə görürəm ki, xətti olaraq artır kinetik enerji. Kinetik enerjinin dəyişməsi delta YK nəyə bərabər olur? Görülən işə bərabər olur. Görülən işin düsturu isə F vurulsun S-dir. Kinetik enerjinin dəyişməsi isə YK bərabərdir. MV kvadratı bölü 2 çıxılsın MV 0 kvadratı bölünsün 2-yə və yaxud belə yaza bilərik. YK çıxılsın YK 0. Yazaq. Deməli, kinetik enerjinin dəyişməsinin yerinə YK çıxılsın YK 0 bərabərdir. F vurulsun S-ə. Buradan kinetik enerjini tapsaq, nə olur? YK 0 üstə gəlinsin, F vurulsun S olur. Belə çıxır ki, kinetik enerji xətti olaraq artırsa, qüvvənin qiyməti ondan düz asılır. Lakin, deməli, burada sətin qüvvə sabit qalmalıdır. F konst qalmalıdır ki, kinetik enerji xətti olaraq arta bilsin. Deməli, ikinci qrafimizi biz elə çəkməliyik ki, F-in S-dən asılı qrafiki birinci hissədə 0 idi. İkincidə isə qüvvə sabit qalmalıdır və artan olmalıdır, müsbət olmalıdır. Baxın, qarşısındakı işarə müsbətdir. Müsbətdə sabit götürə bilərik. Doğru cavab baxın hansı variantdır? Doğru cavab. Burada daha heç bir riskin yazmadım. Yine qeyd edək. Doğru cavab A bənzədir. 47-ci suala keçək. Tezliyi deyir verib bizə. Tezliyi nə qədərdir? Tezliyi bərabərdir 6 vurulsun 14 Hz. Sındırma emsalını verib n bərabərdir 2,5. Işıq sürətini verib 3 vurulsun 8. Soruşulan lambda bərabər olar. İndi bizə əgər vakum deyirsə, yəni işıq sürətini veribsə vakumdan danışır. Deməli, lambda S nəyə bərabərdir? S bərabərdir nü vurulsun lambda 0. Vakum dediyi üçün 0 yazıram. Burada lambda 0 tapsam, lambda 0 bərabərdir S bölünsün nüyə. Gəlin verilənləri yazaq. S-nin qiyməti 3 vurulsun 10 üstü 8-dir. Nünün qiyməti isə 6 vurulsun 10 üstü 14-dür. Buradan lambda 0 bərabərdir. İxtisara aparsam 1 bölünsün 2 aşağıda da qalır. 10 üstü deməli 8 olur. 10 üstü mənfi 6. Yəni 0,5 vurulsun 10 üstü mənfi 6. Bu nə deməkdir? Lambda bərabərdir. Bu da 500 nanometr deməkdir. İkinci tərəfdən, daha doğrusu lambda sıfırlarını deyim, sıfıra yazmaq unutmuşam. Daha uzunluğu lambda nəyə bərabərdir? Lambda bərabərdir. Lambda 0 bölünsün n-ə bərabər olmuş olacaq. Lambda 0-ın qiymətini verib bizə 500. N-in qiymətini verib, o da 2,5-dir. İndi böləndə cavab qalır 200 nanometr. Doğru cavab B variantı. 8-ci sualda deyir ki, atomun bir enerji səviyyəsindən digərinə keçiş zamanı udulan fotonların dalga uzunluqları verilmişdir. Atomun Y1 enerji səviyyəsindən Y3 enerji səviyyəsinə keçiş zamanı udulan foton dalga uzunluğu hesablayın. Biz bildik ki, foton enerjisi nəyə bərabərdir? H-nüyə. O da bərabərdir. H-yə bölünsün lambdaya. İndi bizdə 1-dən 3-ə doğru olan soruşur. Deməli, 1-dən 3-ə doğru olan foton enerjisi bərabərdir. Verilənlərə əsasən gedirəm. 200 və 1-2. 2-dən 3-ə üzərinə gəlinsin 1-dən 2-yə. İndi bu ifadəni gətirib hər birində əvəz eləyəcəm. Yəni birincinin yerinə yazacağım. H, S bölünsün lambda 1, 3 bərabərdir. H, S bölünsün lambda deməli 2, 3, 3-ə gəlinsin. H, S bölünsün lambda
1, 2. İfadədən görürəm ki, h onsuz da hər birində eyni olduğu üçün ixtisara gedir. Qalır 1 bölünsün lambda 1, 3 bərabərdir 1 bölünsün lambda 2, 3. Üstə gəlsin 1 bölünsün lambda 1, 2. Verilənləri verib şərtdə bizə. Ona görə 1 bölünsün lambda 1, 3 bərabərdir. 1 bölünsün lambda 2, 3-ün qiymətini verib 700. 700. Üstə gəlsin 1 bölünsün 1, 2-nin də qiymətini verib 300. 300. Bunları ortaq məxrəc eləyir 2100. Buna düşür 3 dəfə, buna düşür 7 dəfə. 3 ilə 7-ni də toplayıram 10. Onlar ixtisara gedir, sıfırlar ixtisara gedir. Qalır 1 bölünsün 210. Buradan da lambda 1, 3'ü yerini dəyişəndə, yəni 210 onu 1'ə böləndə cavab edir 210 nanometr. Doğru cavab C bəndi. 9-cu suala keçək. Çevrə üzrə bərabər sürətli hərəkətə cisimə təsir edən qüvvənin əvəzləyicisinin modulu hansı ifadə ilə təyin olunur? Əvəzləyici qüvvə F bərabərdir M vurulsun A-ya. A-nı aça bilərik. M vurulsun A-nın yerinə. Omega kvadratı V ilə veribsə, onu omega V şəklində yazırıq. Omeganın açılışı A qeyd edelim aşağıda. Omega V'dir. Təzinin açılışı. Omeganın açılışı isə bizə T ilə verdiyi üçün 2 pi bölünsün T'dən istifadə edəcəm. Gətirim yerinə qoyuram. M vurulsun omeganın yerinə 2 pi bölünsün T vurulsun V şəklində yazıram. Buradan çıxır ki, əvəzləyici qüvvə bərabərdir. 2 pi M V bölünsün T'yə bərabər olmuş olacaq. Doğru cavab D bəndidir. 50-ci sualda tezliyin tənzimlənən dəyişən cərəyan generatorunda qidalanan dövrən sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni cür közərir. Dəyişən cərəyanın tezliyini artırdıqda, yəni növünü nə edirik? Növünü artırırıq. Lampaların közərməsi, birinci və lampanın ikinci közərməsini soruşur. Yəni cərəyan şiddətini soruşur bir növ desək. Birinciyə baxıram, birinci lampa nəyə qoşulub? Birinci lampa rezistora qoşulub. O da I cərəyan şiddəti nəyə bərabərdir? U bölünsün L-ə. Lap eri də atsaq, U bölünsün Rho, L bölünsün S, S qalxacaq yuxarı. Yəni U vurulsun S, bölünsün Rho, vurulsun L şəklində olacaq. Burada naqilin uzunluğunu artırıb azaltmadığımız üçün, sətin sayısı və xüsusi müqaviməti dəyişmədiyimiz üçün, burada cərəyan şiddəti dəyişməyəcək. Yəni birinci lampanın közərməsi dəyişməyəcək, kons qalacaq. İkinci lampaya geçsəm, ikinci lampada isə artıq orada nə var? Kondensator var. İfadəyə yazıram U bölünsün. Kondensator olduğu üçün onun kondensatorun tutum müqavimətini istifadə edəcəm. Olacaq X-E. X-E də nəyə bərabərdir? 1 bölünsün omega S-yə bərabərdir. Gətirib yazsam yuxarıda. U bölünsün 1 bölünsün omega S. Omega S qalxır yuxarı. U vurulsun omega vurulsun S şəklində yazmış olacaq. Deməli buradan görünür ki, omeganı açmadık, bir dənə onu da yazaq. Omega bərabərdir 2 pi nüyə. Gətirib yerində yazaq. U vurulsun 2 pi nü vurulsun S. Belə görünür ki, tezlik cərəyan şiddəti, ikinci lampanın cərəyan şiddəti tezlikdən düz mütənasib asılı gələcək. Yəni əgər tezliyi artırıramsa, onun cərəyan şiddəti artmış olacaq. Cərəyan şiddəti artırsa, ikinci lampanın közərməsi daha da artmış sayılacaq. Yəni birinci dəyişməz, ikinci isə artar. Doğru cavab B variantıdır. 51-ci sualda isə deyir, kənar bucağın hansı qiymətin mayi tam islat müəyyəndir? Kənar bucağı əgər 180 dərəcə olursa, o tam islatmır. Doğru cavab B bəndidir. İkinci sualda sarğacdakı cərəyan şiddətin i'ni verib 5 amper, enerjini verib 50 joule, induktivli deyil hesablayın. Enerji nəyə bərabərdir? 50 kvadratı bölünsün 2-yə bərabərdir. Buradan 50 tapsam, L 2W bölünsün i'nin kvadratına bərabər olmuş olacaq. L bərabərdir 2, enerjinin qiymətini verib 50. i'nin qiyməti 5-dir. 5-in kvadratı eləyəcək 25. Bunlar ixtisara gedir 2 dəfə. 2-ni 2-yə vuranda 4 Henry olacaq. Doğruca C bəndi. 3-cü suala X, O, Y müstəvisində düz xətt üzrə hərəkət edən maddi nöqtənin koordinatlarının zamana görə X-i verib, Y-i verib, qanunu dəyişib, maddi nöqtənin sürətini hesablayın. X üzrə X bərabərdir X0 plus VT. Deməli, T-nin qarşısında dayanıb fizik əməliyyat sürəti vermiş olacaq. Deməli, bu 3 nəyin qiymətidir? Bu 3 VX-in qiymətidir. Digərinə baxsaq, Y bərabərdir Y0 plus VT ifadəsi. Yəni, T-nin qarşısında dayanan ifadə V-ni verəcək. Burada da o mənfi 4-ə bərabərdir. Deməli, V nəyə bərabərdir? Mənfi 4 metr bölünsün saniyə bərabərdir. Deməli, X oxu üzrə qiymətimiz, sürətin qiyməti Vx bərabərdir 3. Y oxu üzrə mənfi üzrə dediyi üçün aşağıya yazıram. Vy bərabərdir mənfi 4. Belə çıxır ki, burada sürət necə tapırıq? Yəni, proqram qaydası ilə tapırıq. O zaman yekun sürət nəyə bərabərdir? 90 dərəcədə arada bucaq olduğu üçün Pifaqor teoremindən istifadə edəcəm. Yəni, Vx kvadratı üstə gəlsin Vy kvadratı. Buradan da
V bərabərdir. V-in 3'dür. 3'ün kvadratı üstə gələnsə 4'dür. 4'ün kvadratı. Bu delir V bərabərdir. Kök altda 9 üstə gələnsə 16. Bu delir kök altda 25. Yəni kökdən də çıxır 5 olacaq. 5 metr bölü saniyə. 54-cü suala baxaq. Deyir 27 dərəcə temperaturunda. Temperaturu nə qədər verir? 27 dərəcə. Nisbi rütubət nəyə bərabər? 60'a. Fi bərabərdir 60%. Havadakı suların parsiyel təzyiqlərini hesablayın. Deməli bizə rho 0 verib nə qədər? Rho 0 3 vurulsun 10 üstün mənfi 2 kilogram bölünsün metr kubudur. Buradan mən nəyi təyin edə bilərəm? Burada mən rho-nu təyin edə bilərəm. Yəni sıxlığı sol. Fi nəyə bərabərdir? Fi bərabərdir rho bölünsün rho 0 vurulsun 100%. Buradan rho-nu tapsam rho bərabərdir. Deməli fi vurulsun rho 0 bölünsün 100. Yəni 60% vurulsun 3 vurulsun 10 üstün mənfi 2 bölünsün 100. Rho bərabərdir. Buradan sıfıra veksar apara bilərəm. 10 üstü mənfi 2 ilə 10'da 1 gedəcək. Qalacaq. Və ya elə mənfiləri aparmaram. Mənfiləri qalsaqlarım üzərində. Deməli necə eləyəcəm? Bu 10 üstü mənfi 2 idi. Bunun 0 ilə bunun 0 1 gedir. Qalır 3 6 vurulsun 3 vurulsun 10 üstü. Bu onun 1 qalxacaq yuxarı olacaq 10 üstü mənfi 3. Yəni 3 6 18 vurulsun 10 üstü mənfi 3 kilogram bölünsün metr kilogram daha doğrusu bölünsün metrin kubu. İndi məndən soruşur parsiyel təzyiq. Parsiyel təzyiq P hərfi ilə işarə olunur. İndi biz bilməliyik ki, sıxlığın, mayenin sıxlığı, deməli, havadakı olan su buxarının sıxlığı rho nəyə bərabərdir? Rho bərabərdir, deməli, M P bölünsün RT-yə. Buradan P-ni tapsam, P bərabərdir rho RT bölünsün, deməli, M şəklində yazmış olacaq. Deməli, rho RT-nin qiymətini yazaq. Rho-nun qiyməti nə qədər oldu? 18 vurulsun 10 üstün mənfi 3. R-in qiyməti nə qədər oldu? Verib bizə şərtdə 8. T-nin qiymətini çıxartmamışıq. Gəlin buradan dərəcə Selsidən Kelvinə keçid eləyək. Dərəcə Selsinə verib 27 dərəcə Selsi. Böyük T bərabərdir. Kiçik T üstə gəlsin 273. Selsidən Kelvin şkalasına keçid eləyirik. 27 üstə gəlsin 273. Bu da bərabərdir 300 Kelvin. Aha, indi burada T-nin yerinə yazacaq 300. Bölünsün M verib nə qədər? M verib 18 vurulsun 10 üstün mənfi 3 formasında. Bu mənfi 3'lər 18'lər gedəcək. Buradan da P bərabər olacaq. 3 8 24. 2'dən də 0. 2400 nə? Deməli təzyiq verib Pascal. Deməli şərtlə gəlin. Bu sualda rəqs konturunda sarğacı maqnit sahəsi enerjisi maksimum olduqda hansı risk əməliyyat nöqtə maksimum olur? Deməli biz dövrə geçəcəyik. Orada bir dənə kondensator olacaq və bir ədəd sarğac olmalı. Biz bilməliyik ki, kondensatorda elektrik enerjisi, enerji sıxlığı, həmçinin Q yük və U gərginlik bunlar maksimum olur. Sarğacda isə maqnit enerji sıxlığı, fi, maqnitseli və cəryan şiddəti maksimum olur. İndi mənə şərtdə deyir ki, maqnit enerjisinin maksimum olduqda, maqnit enerjisi maksimum olursa bunlar maksimum qiymət alacaqlar. Digərləri isə əksinə bunlar burada minimum qiymətlərini almış olacaqlar. Sarğacda cəryan şiddəti necə olur? Sarğacda cəryan şiddəti oldu maksimum. Kondensatorun yükü oldu. Baxın burada qeyd olunub o. Artıq olacaq nə? Minimum. Sarğacın maqnitseli maksimumda qeyd olunub. Olur maksimum. Kondensatorun gərginliyi bax burada qeyd olunub azalır deyə. O minimum qiymət alır. Minimum. Kondensatorun elektrik sahəsi enerjisi isə minimumda qeyd olunur. Yəni azalanlar siyasından o da olur minimum. Hansılar maksimum oldu? Sarğacın cəryan şiddəti və sarğacın maqnitseli. 1-3. 56-cı sualda deyir ki, bir-birinə çəkisi nəzərə alınmayan uzun mən iplə bağlanmış, səthə paralel yönəlmiş 60 Newton qüvvənin təsiri ilə 4 metr bölü saniyə sürətlə üfüqi səthdə necə hərəkət edilir? Düz xətli bərabər sürətlə hərəkət etdirilir. İp qırılarsa ikinci cisim dayanana kimi nə qədər yol gedər? Dayanana kimi deyirsə, deməli bu bizim tormuz yolumuzu soruşur. Tormuz yolunun düsturu nəyə bərabərdir? V0 kvadratı bölünsün 2A-ya və yaxud V0 kvadratı bölünsün 2MJ-yə bərabər olmuş olur. Düz xətli bərabər sürətlə hərəkət etdiyi üçün biz bilirik ki, düz xətli bərabər sürətlə dartı qüvvəsi nəyə bərabər olmuş olacaq? Sürtünmə qüvvəsinə bərabər olmuş olacaq. İndi baxaq, burada bir T qayçı ilə qırıldıqdan sonra ilk öncə burada bir müəyyən bir T gərilmə qüvvəsi var, onu qeyd edək. İndi gəlin T gərilmə qüvvəsinin nə qədər olduğunu tapaq. Bunu şərtdə bizə verib ki, nə qədərdir? Deməli 60 Newton verib, 60 Newton. İndi ən sadə metod uşaqlar həmişə bunu deyirəm ki, tənasül metoddur. Hansı ki, F bərabərdir nəyə? M1 plus M2 vurulsun A-ya
T nəyə bərabərdir? Yalnız M2-ni dartdığı üçün F həm M1-i həm M2-ni demək dartdığı üçün hər ikisini cəmləyirəm. T isə yalnız M2-ni dartır, olur M2A. Təzyiq eyni tədbirlə hərəkət edir. Və yaxud ən sadə metod onları bölməkdir. F bölünsün T bərabərdir. Alır onsuz da ixtisara gedəcək, yəni qeyd eləmirəm. M1 üstə gəlsin M2 bölünsün M2. F nə qədərdir? 60 Newtondur. Bölünsün T bərabərdir. M1 ilə M2-nin cəmi 10 üstə gəlsin 5. Bölünsün M2-ni 10. Buradan T bərabərdir. Daha doğrusu 60 bölünsün T bərabərdir. O deməli biraz səliqəli yazar. 60 bölünsün T bərabərdir. 15 bölünsün 10. T də bərabərdir. 60 vur 10 bölünsün 15. 15 ilə 60 ixtisara gedir 4 dəfə. Bu eləyir 40 Newton. Deməli bu cismi bu istiqamətdə dartan 40 Newtondur. Biz dedik ki, sürtünmə qüvvəsi nəyə bərabər olacaq? Elə qüvvənin özünə. Yəni burada ikinci cismi dartan hansıdır? İkinci cismi dartan T gəlmə qüvvəsidir. Deməli belə çıxır ki, T nəyə bərabər olacaq elə? Mü MJ-nin özünə bərabər olmuş olacaq. Burada mü tapsaq, mü bərabər nəyə? T bölünsün MJ-yə. T'nin qiyməti tapdıq ki 40 Newtondur. M2-nin qiyməti 10'dur. J'nin qiyməti 10'dur. Bu deyilir mü bərabərdir. 0,4. İndi tormuz yolunun düsturundan istifadə eləsək, S tormuz bərabərdir. V0 vermişdi mi bizə? Bəli, vermişdi. Nə qədər idi? 4 metr bölü saniyə idi. Yazıram. 4'ün kvadratı bölünsün 2 vurulsun. Mü'nün qiyməti 0,4'dür. Bu düsturdan istifadə edirəm. 0,4 vurulsun J'nin qiyməti 10'dur. 4'ün kvadratı 16 bölünsün 2 vurulsun 4 yəni 8. Bunlar da ixtisara gedir. Qalır 2 metr. Deməli cisim daim nə qədər yol getmişdir? 2 metr məsafə qət etmişdir. 7-ci sual biraz praktik sualdır. Ona görə ola bilər ki, tam aydın olmasın bu sual. Birinci Lorentz qüvvəsinin düsturunu yazaq. Q və B-yə bərabərdir. Yəni, neytronun yükü sıfıra bərabər olduğu üçün 0 vurulsun V vurulsun B ifadəsinə görə. Deməli, neytronda yük sıfıra bərabər olduğu üçün Lorentz qüvvəsi də sıfıra bərabər olmuş olacaq. C gedir neytrona. Digər tərəfdən. Biz bildik ki, açılan 4 barmaq sürətin istiqamətini, baş barmaq isə Lorentz qüvvəsinin istiqamətini göstərmiş olacaq. Baxın, təxminən belə. Bu Lorentz qüvvəsi istiqamətini göstərir, bu isə sürətin istiqamətini göstərmiş olur. Həmçinin, baxın, bu şəkildə göstərildiyi kimi, bu induksiya xətləri ovucun içinə daxil olmuş olur. İndi biraz düzgün alınmasa da, yenə də şəklimiz. Siz düşünün ki, sanki biz bu şəkli gətirmişik belə. Bu induksiya xətləri ovucumuzun içinə daxil olur. 4 barmağımız aşağı sürət istiqamətində yönəlir. Diqqətlə baxsaq, görərsiniz ki, protondan danışıram, mən ilk öncə onu da qeyd edeyim. Bu baş barmaq şəkil müstəvisindən bizə doğru yönəlir. Yəni əlinizi bu induksiya xətləri ovucunuzun içinə daxil olaraq formada çəkəcəksiniz. Aslan 4 parmaq üzü aşağıya doğru olacaq. Baş parmağı isə üzü yuxarıya siz tərəfə olacaq. Yəni şəkil müstəvisindən bizə doğru olmuş olacaq. Protonu B gedir. Elektronda isə əks olacaq. Yəni aslan 4 parmaq yenə sürətin istiqamətini göstərəcək aşağıya doğru. Lakin bu dəfə mənfi olduğu üçün biz əlimizi B induksiya xətləri ovucumuzun içinə daxil olacaq. Bu istiqamətdə aslan baş parmağı isə Lorentz qüvvəsi istiqamətini göstərir. Lakin burada əlimizi tərsinə doğru çevirəcək. Tərsinə doğru çevirəndə sanki əlimiz baş parmağımız bizdən şəkil müstəvisinə doğru gedəcək. Yəni X-a doğru. Bu gedəcək elektronun A variantı. İndi bunu praktik olaraq göstərmək lazımdır. Bunu ayrıca olaraq səhifəmdə çəkib göstərəcəm sizlər üçün. 58-ci sual deyir ki, ipə bağlanmış cisim şaquli müstəvidə çevre üzrə bərabər sürətlə hərəkət etdirərək A nöqtəsində ip qırılır. Cisim maksimum hündürlüyə müəyyən zaman müddətində qalxır. Cisimin dövretmə tezliyi N hərfi ilə işarə olunur. 2 dəfə artdıqda maksimum hündürlüyə qalxma müddəti necə dəyişir? T qalxma nəyə bərabərdir? V0 bölünsün J-yə bərabərdir. Görürəm ki, burada V0 ifadəsini, V-nin ifadəsini gətirib qoysaq, omega vurulsun R-dir. Omeganın yerinə 2pi N vurulsun R yazsam, gətirib burada yazırıq. V-nin yerinə 2pi N R bölünsün J. Düsturdan görür ki, qalxma müddəti, T qalxma müddəti tezlikdən necə asılıdır? Tezlikdən düz mütənasib asılıdır. Mənə şərtdə deyir ki, biz tezliyi 2 dəfə artırırıq. O zaman onun qalxma müddətinin qiyməti düz asılı olduğu üçün 2 dəfə artacaq. Yəni T qalxma müddəti 2 dəfə artar. 59-cu sual deyir, kütləsi 4 kiloqram olan cismin radiusu 2 metr olan çevrə üzrə hərəkətdə radius vektorunun dönmə bucağının zamandası qrafikindən bu cismin kinetik enerjisini hesablayın. Şəkil buradadır. Omeganın T'dən asılını, fi'nin T'dən asılını veriblər. Biz buradan omeganı təyin edə bilərik. Omega nəyə bərabərdir? Omega bərabərdir fi bölünsün T'yə. Yəni 6 bölünsün 2 bərabərdir 3. Deməli omega nəyə bərabər oldu? 3 radian bölünsün saniyə.
Diğer tərəfdə kinetik enerjinin düsturu nəyə bərabərdir? MV kvadratı bölünsün 2-yə bərabərdir. V-ni bilmirəm. V-ni nəyə bərabərdir? Omega vurulsun R-ə bərabərdir. Omeganı tapdım 3. Radiusu vermişdi bizə 2 metr. 2 bərabərdir 6 metr böl saniyə. Kütlənin də həmçinin şərtdə vermişdi ki, kütlə də 4-ə bərabərdir. M də bərabərdir 4 kiloqram. Gətirib yerinə qoysam 4 vurulsun 6-nın kvadratı bölünsün 2. Bu deyilir 2 vurulsun 36. Yəni 72 joula bərabər olmuş olacaq kinetik enerji. 60-cı və sonuncu suala baxaq. Sabit kütləli sabit kütləli ideal qaz üzərində aparılan proseslərdə PT qrafiki verilmişdir. Ondan PV qrafikinə keçidi soruşur. Biz bilirik ki, P ilə bir şərtdə verib ki, kütlə nədir? Kütlə sabitdir. M bərabərdir const qeyd edək. İndi qrafiklərə ayrı-ayrı baxaq. 1-dən 2-yə doğru getdikcə görürəm ki, P nədir? Təzyiq sabitdir. Qrafik T oxu ilə eyni istiqamətdə olduğu üçün T-nin qiyməti artır. P bərabərdir const, yəni izobar, temperatur artır. Temperatur artırsa, PV T ifadəsinə görə V ilə T düz asılığa girir. Yəni bu zaman həcmin də qiyməti artmış olacaq. Digər tərəfdən digərinə keçirəm, yəni 2-3 hissəsinə keçirəm. 2-3 hissəsinə görürəm ki, 2-dən 3-ə doğru keçdikcə qiymətlərdən həm T-nin, həm də P-nin qiyməti artmış olur. Əgər T və P hər ikisi artıbsa, deməli orada bir fiziki kəmiyyət sabit qalır. O hansıdır? O da V-dir. Deməli bu prosesdə olur izoxor proses, yəni həcm sabitdir. Daha sonra digərinə baxsaq, digəri isə artıq nədir? 3-dən 4-ə doğrudur. 3-dən 4-ə doğru keçdikcə 3-dən keçirik 4-ə doğru. Görürəm ki, qrafikdə temperatur nə qalıb? Temperatur sabit qalıb. T konstdur. P oxu ilə qrafikin oxu istiqaməti n olduğu üçün deməli P artır. Bu ifadəyə görə P ilə V bir-birinə necə asıla girəcək? Tərs asıla girəcək. Deməli V azalacaq. 4-dən 1-ə doğru gəldikdə isə yəni bax bu istiqamətdə. Bu istiqamətdə isə görürəm ki, həm P azalır, həm də T azalır. Düz asılı olduğu üçün azalır. Deməli burada yenə nə sabit qalıb? Həcm konst qalmış olacaq. İndi qrafikə keçid eləyək. Bizdən nəyin qrafikini sormuş deyirdi? P-nin T-dən asılı qrafikini deyirdi. P-nin, daha doğrusu T-dən deyil, V-dən asılı qrafiki. Birinci hissədə P sabit qalmalıydı. P sabitdir. V neyir? V artır. V artır. Bu 1-dən 2-yə doğru keçdi dedik. 2-dən 3-ə doğru həm T artır, P artır, V sabit qalır. Deməli, V-nin sabit qaldığı bu istiqamətdədir. 2-dən 3-ə P-nin oxun istiqamətli n olduğu üçün deməli artır. 3-dən 4-ə doğru keçdikcə temperatur sabitdir. Temperatur sabitsə, deməli P V-dən tərs asılığa girir. Yəni qrafikimiz bax belə tərs asılı, parabolik asılı olacaq. Bu olur 3-dən 4-ə doğru. Həmçinin qrafikin oxu yuxarıdır. Niyə? Çünki P artır, V əksinə azalır. Daha sonra 4-dən 1-ə baxsaq, burada V sabitdir. V sabitsə oxun ucunu aşağıya doğru çəkməliyəm. Bu 4-dür. Deməli 3-dən 4-ə doğru V sabitdir. P azalır. Qrafikin oxun ucunu aşağı çəkməmin səbəbi təzyiqin azalmasıdır. Bu da sonuncu sualımız idi.